Mədəni irsimiz rubrikasını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim edir. Vaxtıyla istifadə edilmiş, amma zamanla unudulan simli musiqi aləti yatuğan və ya yatuğan. Alətin adına Əbdülqadir Marağayinin əsərlərində rast gəlirik. 17 simi olan bu alət bir növ qanun kimi səsləndirilirdi. O da qucaqda çalınır. Yatuğanın türk dilli xalqlara məxsus alət olduğu bildirilir. Ehtimal olunur ki, yatuğan aləti Türk dünyasına Çində yaşayan türk dilli Uyğurlar vasitəsilə yayılıb. Yatuğan Azərbaycan Milli Konservatoriyasının milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən bərpa edilib. Çanaq hissəsi qoz ağacından, üzü maxon ağacı və dəri simlərdən hazırlanan yatuğanın aşıqları qoz ağacındandır. Kromatik səs düzümlü alətin səs diapazonu 1,6 oktavaya bərabərdir. Yatuğanın diapazonu çi oktavanın do səsindən 1-ci oktavanın fa səsinə qədərdir.